Dostlar, bugün hardayam diye soruşsaq, mənzərədən bilirsiniz ki, mən bir möhtəşəm yerdəyəm. Əgər istəyirsinizsə ki, mənim harda olduğumu bilmə, bu videonu axıra kimi nə etmək lazımdır? İzləmək lazımdır. Sonra nə etmək lazımdır? Getdik demək lazımdır. Hər birinizi yenə fərqli bir videodan salamlayıram gözəl insanlar. Bu dəfə gedəcəyimiz yer adrenalin və ekstremin canıdır. Yaşadıklarımızı və gördüklərimizi sizlərə də istədim bu videoda göstərin. O halda getdik. Gəldik çatdıq Şəkinin Kiş kəndində yerləşən Xanlənd əyləncə mərkəzinə. Çatan kimi ilk olaraq nə etmək lazım? Əlbəttə ki, Tahir bəylə görüşmək. Tahir bəy isə hər zaman olduğu kimi ustaların yanında məkanın yenilikləri və gözəlləşdirilməsi üçün çalışır. Tahir bəy qaynar şəlaləyə turun olduğunu dedi və biz də bir an belə fikirləşmədən tura qoşulduq və yola düşdük. Yenə də özünün ideyaları ilə yığılmış bu sarışın ilə. Yolda əlbəttə ki, bu gedişi bir gözəl çəkməsəm ayıb olardı. Qaldırdım batarya ilə işləyən qartalımı. Onun gözündən bir də buraların gözəlliyini istədim siz görün. Khanland, the one place where extreme comes alive. Hidden in the quiet village of Kish, this spot awakens the voice of adrenaline within you. Biz gəldik çatdıq Qaynar şəlaləyə. Şəlalənin adı onun yerləşdiyi ərazi ilə əlaqədardır. Qədim Qaynar kəndi bu şəlalənin daşıdığı addır. Artıq şəlalədən geri qayıdırıq Xanlənd istirahət mərkəzinə. Hər nəsə gəldik çatdıq məkana. Biraz da burada atraksiyonlardan, əsasən də zipline həyəcanından faydalandıq. Daha doğrusu Fərdəgil faydalandı. Mən də yenə həmişəki kimi onları çəkdim. Everyone who steps here discovers not their fear, but their strength. Adrenaline is calling, and its only destination is Khanland. Maraqlı görüntülər və həyəcan hələ qabaqdadır. İndi isə yola düşürük hara? Xan yaylağına. Hər biriniz bilirsiniz ki, mən çox zirvələrə qalxmışam. Bu zirvə isə 2100 metr olsa da məni bir başqa cür valeh etdi. Çünki elə bir hava şəraiti ilə qarşılaşdıq ki, mənzərə dəhşət idi. İndi isə bu mənzərəyə bir də siz qiymət verin. Düşünürəm ki, bəyəndiniz. Artıq bu gözəlliklər diyarı olan Xan yaylağından da qayıtmaq vaxtıdır. Belə dostlar, bir videonun da sonuna gəldik, biz çatdıq. Siz də bizim yaşadıklarımızı yaşamaq istəsəz, Xanlənd ilə əlaqəyə keçin. Görün, adrenalinin həzzini yaşayın. Sağ olun, növbəti videoda görüşmək ümidi ilə.